və gözəl olmaq bilirəm ki, hər bir xanımın arzusudur. Amma bir tek xanımların yox, artıq bəylərin də arzusudur. Amma ən önəmlisi arıq olacağam deyərək sağlamlığımızı itirməməkdir. Ən əsası bu işi sağlam yolla həll etməkdir. Çünki hər bir insanın ilk öncə təbii ki, sağlamlığı önəmlidir. Və sağlam arıqlamaq üçün nə etmək lazımdır? İlk öncə gəlin gözümüzün önünə artıq çəkilə rastlaşan bir insanın psixoloji durumunu gətirək və yaxud o insanın o an yaşadıqlarını gətirək. Əminəm ki, kilo probleminiz nə vaxtsa olubsa və hələ də varsa, siz bu problemləri yaşamısınız və ilk öncə nə edirik? Ya rəfiqəmizə zəng edirik, ya qonşumuz Əhməddən bu mövzu ilə bağlı məsləhət istəyirik və yaxud dərhal internet səhifələrinə daxil olaraq məşhurların arıqlama üsullarını axtarırıq ki, dərhal rastlaşdığımız vəziyyətdən çıxaq və artıq çəkidən azad olaq. Amma məncə bu düzgün deyil. Gəlin biz ilk öncə bir problem varsa, onun səbəbini axtaraq. Daha sonra isə həllini tapaq. Və ilk öncə nədir? İnanın ki, çox sadə həlli var. Sadəcə edəcəyiniz dəyişiklikləri qalıcı olaraq etməlisiniz. İlk öncə etməniz gərəkən nədir? Bir qərar verməkdir. Bəli, məhz qərar vermək çox önəmlidir. Bu edəcəyiniz ilk addımdır. Bir işə başlarkən bu işə qərar vermək və qərarınızda net olmağınız çox önəmlidir. İkinci məsələ isə bir yol çizməkdir ki, mən bu hədəfimə necə çata bilərəm? Yəni, ikinci bizim hədəfimiz var və biz bu hədəfə inamla və güvənlə irəliləməliyik. Və burada təbii ki, hədəflərimizi biraz gerçəkçi qoymalıyıq. Deyək ki, 130 kiloqramlıq bir insan gəlib desə ki, mənim hədəfim 60 kiloqramdır, düzdür, bu ana hədəf ola bilər. Amma ana hədəfə getməyə doğru getdiyinizdə kiçik hədəfləriniz olmalıdır. Bu kiçik hədəfləri həmçinin özünüzə not aldığınız zaman inanın ki, hər gün öz hədəfinizə, ana hədəfinizə biraz daha yaxın olacaqsınız. Və bu mövzuda optimist olmaq da çox önəmlidir. Siz hədəflərinizi optimist ruhda kökləyin. Yəni, deyək ki, mən o məclisə 50 bədən ölçüdə paltar geyinmək istəmirəm. Yox, mən bu tədbirə 38 bədən ölçüsündə paltar geyinmək istəyirəm. Deyək, misal üçün, yəni bunu sizə misal olaraq çəkdim. Bu hədəflə, yəni hədəfinizə optimist ruhda köklənərək irəliləsəniz, inanın ki, uğur sizinlə olacaq. Daha önəmli bir məqam isə iradəli ola bilməkdir. Yəni, hədəfiniz varsa və artıq bir qərar verdinizsə, burada özünüzü toplayıb və bütün gücümüzü bu hədəfə çatmaq üçün özümüzü kökləməli və motivə etməliyik. Bu yolda da düşünürəm ki, mənim video bloqum və YouTube kanalım sizə kömək olacaq.